Həccac ibn Yusuf Səqəfi olub, çox qəddar birisi olub. Allah ona lənət eləsin. Xəlifə Əbdülməlik ibn Mərvan tərəfindən İraq valisi olub. Bəsrəyə, Küfəyə, bunlara hakimlik eləyib. Öldürmədiyi şiyə qalmayıb. Şübhiyə adam öldürülmüş bu adam. İslamda ən böyük zindanı, həbsxananı bu yaradıb. Qadın kişi hamını atıb ora aç, susuz, lüt, yağış, gün altında qalıb, çürüyüb elə orada da ölürmüşlər. Şəbi nəql edir, deyir ki, Vasit şəhərinə gəlmişdim. Vasit şəhəri İraqdadır. Küfə ilə Bəsrə arasındadır təqribən. Deyir, Vasit şəhərinə gəlmişdim, bayram günüydü, Qurban bayramı günüydü. Həccacla namaz qıldı, sonra deyir, xütbə elədi, çox bəlağətli xütbə elədi. Hafiz-i Quran idi ha Həccac. Quran-ı Kərim başından ayağına əzbər bilirdi. Hafiz-i Quran idi. Xütbə elədi, deyir, xütbədən sonraki bundan görüşdük. Mənə dedi ki, gəl buna, gəl. Sənə dedim, elə bir şey göstərəcəm ki, mən ki, bu şiyələri, bu İraq əhlini öldürürəm ha. Buna görə mənə haqq qazandırasın. İndi mən onlardan birini gətirəcəm bura, onu büyün qurban kəsəcəm, qurban bayramı daha bugün. Deyir, Şəbi deyir, dedim ki, sən belə eləmək xəlif. Əmir, sən belə eləmə yenə. Sən Peyğəmbərin sünnəsini əməl et. Peyğəmbər nə eləyibsə, sən də bir qurban kəs. Dedi, yox, mən bunu eləyəcəm, sən də görəsən ki, mən haqlıyam. Sonra deyir, tapşırdı ki, gedin o ağsaqqalı, o şeyxi gətirin. Şəbi deyir, bir də gördüm ki, gələn Yahya ibn Ya'murdur. Yahya ibn Ya'mur Bəsrədə doğulub, Bəsrə əhlindəndir, zamanəsinin fəqihlərindəndir, alimlərindəndir. Xorasanda yaşayırdı, Xorasandan onu valid həbs elətdirib, göndərib Həccaca ki, bu Əli şiyəsidir, bunu öldürürəm. Deyə fikirləşdim ki, bu Yahya ibn Ya'mur, Yahya neyniyib görəsən ki, bunun indi qətlinə fərman verəcək bu. Gətirdilər, deyir, Həccac buna qayıtdı ki, sən iddia edirsən ki, İraq əhlinin böyüsən, liderisən, dedi, yox. Ənə fəqihim min fuqahal İraq. Mən İraq fəqihlərindən bir fəqihəm. Deyir, sən nə tər fəqihsən ki, sən Allahın adını yalan danışırsan. Sən Həsən və Hüseyni Peyğəmbər övladı adlandırırsan ki, halbuki onlar Peyğəmbərin övladı deyil. Sən belə bir iddia edirsən, deyir, yox, mən bunu iddia etmirəm, mən bunu haqq olaraq deyirəm. Və buna da sübutum Quran-ı Kərimdir. Həccac deyir, başına aşağı saldı, fikirləşdi, Quranı əzbər bilir axı. Başın qaldır, dedi, bəlkə sən bu ayəni deyirsən, Alimran 61-ci ayəni dedi, mübahilə ayəsini. Ki, qul nədu əbnəənə və əbnəkum, biz övladlarımızı çağıraq, siz övladlarınızı çağırın, nisəənə və nisəəkum, biz qadınlarımızı çağıraq, siz qadınlarınızı çağırın, ənfusənə və ənfusəkum, biz özümüz gələk, siz özünüz də gəlin, sümmən nəbtəhil, sonra dua edək, yalvaraq, fənəcəl lənətəllahi aləl-kəzibin, Allahın lənətini yalançılara aid edək. Deyir, bu hadisədə Peyğəmbər Əlini, Fatiməni, Həsən və Hüseyni özünə aparmışdır. Sən bəlkə bu ayəni deyirsən. Yahya deyir ki, bu ayə dəlildir, yetərli dəlildir. Amma mən bu ayəni demirəm, başqa bir dəlilim var mənim. Şəbi deyir ki, mən deyir, içimi yedi. Dedim, kaş razı oluydu bu. Axı, başqa bir ayə yox deyir. O, fikirləşdim ki, bu hansı ayəni deyəcək axı? Başqa bir ayə yoxdur ki, desin ki, ayədə Həsən və Hüseyn Peyğəmbər övladıdır. Buna dəlil olsun yəni. Həccac dedi ki, o Qurandan bu dəlili söylə. Əgər söyləyə bilsən, sənə 10.000 dinar pul verəcəm və azad eləyəcəm səni. Yox, söyləyə bilməsən, sənin burada boynu vuracam. Yahya deyir, Quran-ı Kərimdən bax, bu ayələr oxudu. Quran-ı Kərimdə Ən'am surəsi 84-cü ayəni oxudu əvvəl. Dedi, və min zürriyyətihi Davudə və Süleymanə və Əyyubə və Yusufə və Musa və Harun və kəzəlikə nəczil muhsinin. Onun zürriyyətindən Davud, Süleyman, Əyyub, Yusuf, Musa, Harun, biz belə yaxşılıq edənləri beləcə mükafatlandırırıq. Burada onun kimlərdir? Ey Həccac, bir İbrahim əleyhissalam. Demək Davud, Süleyman, Yusuf, Musa, Harun. Bunlar kimin zürriyyətidir? İbrahim əleyhissalamın zürriyyətidir, bəli. Yaxşı, ardıncan Allah nə buyurur? Və Zəkəriyyə və Yahya və İsa. Zəkəriyyə da, Yahya da, İsa da. İsa ilə İbrahimin qohumluğu var, ey Həccac. Həccac deyir, yox, İsa'nın ki atası yoxdur. Həccac dedim, anası Məryəm İbrahimin nəslini qeyb çatırdı. Anası ilə Məryəm İbrahim nəslindən olduğu üçün Allah Teala Həzrəti İsa'nı İbrahimin zürriyyətindən sayıb. Deyir, yaxşı, sənə sual verirəm. Məryəm daha yaxındır İbrahimə, yoxsa Fatimə Peyğəmbərə daha yaxındır? İsa daha yaxındır İbrahimə, yoxsa Həsən və Hüseyn Peyğəmbərə daha yaxındır? Necə olur Allah Quranda İsa'nı ki, atasız xəlq eləyib, İnnə məsəli isə kəməsəli Adəm. Allahın buyurur ki, İsa'nın məsəli Adəmin məsəli kimidir. Xələqəhə min turab. Necə ki, Adəmi torpaqdan yaradıb. Eləcə də İsa'nı Məryəm bətnində xəlq edildi. İsa'nı Allah Peyğəmbər zürriyyətindən, İbrahim Peyğəmbərin zürriyyətindən hesab eləyir ki, aralarında bu qədər uzun bir məsafə və
Nələr var? Vasitələr var. Amma Peyğəmbərlə İmam Həsən, İmam Hüseyin arasında bir dənə xanım Zəhradır vasitə. Bunu biz Allah övladı deyəndə İmam Həsənə, İmam Hüseyni biz deyəndə ki, Allah Rəsulünün övladıdır, iddia etmiş oluruq, yalan söyləmiş oluruq. Bir Həccac bir söz tapa bilmədi, deyir, 10.000 dinar verdi buna, deyir, çıx get buralarda gözümə görsənmə, uzaqlaş get yenə. Sonra deyir, Şəbi deyir, mənə dedi ki, elə sən düz deyirdin, biz gərək sən sözə baxıb elə qoyun qurbanımızı kəsərdik. Heç bu hadisələr də başımıza gəlməzdi. Xanım Zəhranın vasitəsi ilə imamlar nə adlanır? Peyğəmbər övladı adlanır.